Salam, axşamınız xeyir dəyərli dostlar. Nə tərsiz, nə yenirsiniz, nə var, nə yox. Bugün mən sizin üçün tez asan başa gələn peçeni pişirəcəm. Kurabiyələr pişirəcəm. Çayın yanında ləzzətlə içməyə tez asan başa gələn bir kurabiyə hazırlayacağım. Bunun üçün 2 yumurta, 2 yumurta, bir stəkan peso, 1 stəkan duru yağ, 1 vanilin, 1 vanilin, Değerli dostlar, bu arada abone olmağı, yorum yazmağı, beğenmeyi unutmayın. Hər birinizdən bir yorum, bir beğenme, bir abone olmağı gözləyirəm. Değerli dostlar, sizin hər birinizdən bir yorum, bir beğenme gözləyirəm. Abone olun, beğenmeyin ki, mən də tez-tezə videolarla sizin qarşınıza çıxam. Bir paçkada kabartma tozu, hem çəkmək, hem hazır eləmək biraz çətin olur. Bunların hamısını çırpanla qarışdırıram. Bax, gördüyünüz kimi ağarana qədər çırpanla qarışdıracağım. Bir cimdikdə duz atacağım. Bir cimdikdə duz atacağım değerli dostlar. Çok güzel bir dadlı kurabiyələr hazırlayacağım. Çayın yanında lezzetle yiyip nuşicanla yeməyə. Bir cimdikdə duz attım. Təzədən eyni ilə yenə qarışdırdım. Gördüğünüz kimi değerli dostlar, rengi ağardı. Burada da elənmiş unum var. Bax, burada da elənmiş unum var. İndi bununla 4 stəkan un, 4 stəkan apardığı qədər 4 stəkan, 5 stəkan un yoğu atıb içine töküb yavaş-yavaş karıştıracağım. Karıştırdıktan sonra o çırpanı çıxardıb əlimlə yumuşaq xəmir hazırlayacağım. Bax, değerli dostlar, bu arada da qatığımızda, bu gördüğünüz kimi qatığımızı da atıram. Qatığın fərq eləmir. Yəni bunun əvəzinə simetan da ata bilərsiniz. Ancaq məndə qatıqdır. Qatıq gördüğünüz kimi, bax değerli dostlar, bax çırpanla biraz çırpıram. Hem çəkmək, hem həll eləmək biraz çətin olur, üzrünüz sayın. Değerli dostlar, bu arada hər birinizdən beğenmeyi, takip eləməyi, yorum yazmağı unutmamağınızı xahiş edirəm. Çok yumuşaq bir xəmir hazırlanır.
İndi mən çırpanı çıxardıb əlimlə yoğurmağa başlayacağım. Çırpanı qırağa qoyub əlimlə yoğurmağa başlayacağım. Bax, dəyərli dostlar. Yumuşaq bir xamura, ələ yapışmayan bir xamur alınacaq. Əgər un azlıq elə 4 stəkan əlavə eləmişəm. Əgər un azlıq eləyərsə, yarım stəkan da əlavə eləmək olar. Dəyərli dostlar, dediyim kimi yarım stəkanda unu yenidən əlavə elədim. 4 stəkan yarım. Dört stəkan yarım. Bu arada da dəyərli dostlar, duxovkamı qızmağa qoymuşam 180 dərəcədə. Əvvəlcədən qızdırıram. Sonra düzəltdiyim peçenyeləri, kurabiyələri duxovkanın içində 180 dərəcədə pişirəcəm. Burada da kakaom var. Xəmiri 2 hissəyə böləcəm birazdan. Hazır olmuş xəmiri 2 hissəyə böləcəm. Birinə kakao, birinə isə Değerli dostlar, gördüğünüz kimi bax, xəmirim hazırdır. Xəmirim hazırdır. Yumuşaq xəmir alındı. İndi bu xəmiri 2 hissəyə böləcəm. 2 hissəyə böləcəm. Xəmir böləndən 2 hissəyə böləcəm.
bir hissəsini ləyənə qoyub, təzədən üstünə kakao əvəz edib, kakao 100-150 qram, 3 xörək qaşıq kakao əvəz edib, təzədən yoğuracam. Rəngi dəyişənə qədər yoğuracam. Gördüğünüz kimi xəmirin rəngi dəyişir. Bunlardan balaca hər ikisindən kündələr hazırlayacağım və yumru qoz boyda kündələr hazırlayacağım. Sonra onların ikisini bir-birinə qatacağım. Gördüğünüz kimi xəmirim hazırdır. Kakaolu xəmirim hazırdır. Gördüğünüz kimi. Bu hazırdır. Bu da ağ, yəni heç bir kakao qatılmamış bu xəmir. İndi bunlardan xırda kündələr hazırlayacağım. Qoz boyda. Gördüğünüz kimi bax, ovcumun içində, yəni biraz kakaoludur koyuyorum. Bax, gördüğünüz kimi əlimin içində yumurluyub qoz boyda kündələr hazırlayacağım. Bax, belə belənci kündələr hazırlayacağım. Yəni bunu istəsəniz gözlədə də bilərsiniz. Bir 10-15 dəqiqə gözləyə də bilərsiniz, gözləməyə də bilərsiniz. Yəni heç bir dəyişiklik olmur. Heç bir dəyişiklik olmur. Değerli dostlar, biraz da kakao xəmirimlə eyni ilə qoz boyda bunu da kündəliyirəm. Değerli dostlar, bunu elə belə, yəni kakaolu da eləyə bilərsiniz. Evlənçinə kakaosuz da eləyə bilərsiniz. Sırf yəni ki deyim, sırf özünü necə var elə eləyə bilərsiniz. Amma dadlı, çox dadlı, ləzzətli bir peçenya alınır. Siz məni takip eləsəniz, yorum yazsanız, bəyənsəniz mənə xoş olar.
Hər iki xəmirim də burada dəyərli dostlar, görürsünüz. Belə bax, xəmirlər hazır, kündələr hazırlanır. Yumru-yumruq kündələr hazırlanır. Sonra bunları necə düzəldəcəm, onu da sizə başa salacağım. Əgər videolarımı bəyənsəniz, yorum yazsanız, sizə növ peçenyələrin hazırlanmasında yardım eləyəcəm. İndi göründüyü kimi dəyərli dostlar, bir ağ, bir qara oyuncumuzun içine alırıq və başlayırıq ovcumuzun içində bunları bir-birinə qarışdırmağa. Ta belə gözəl bir fason alınana qədər. Değerli dostlar, görürsünüz. Bunu kofkanın sinisine koyuram. Eyniyle bak yine içine eləyə eyniyle. Çok lezzetli bir peçenya olur. Çok lezzetli. Görürsünüz değerli dostlar. Eynilə bu deyil. Yapışmasın diye biraz aralara koyuyorum. Tay başa gələnə kimi bax belənçinə
2 dənə xəmirdən, 1 dənə kakaolu, 1 dənə ağ, yəni kakaosuz xəmiri. Belə ovucunuzun içində fırlada. Qəşəng bir fason alınca qatırsınız ovucunuzun içində. Ben bunu 2 padnosda pişireceğim. İkisini tofkanın, ikisini çatmayanı, bir hissəsini tofkanın sinisine koyacağım. O birisine koyacağım. En esası size birinci padnosu göstermeyeyimdi. Ben de tofkanın sinisinden biraz artık kaldı. O bir padnosda düzelteceğim. Göründüğü kimi yine de değerli dostlar, indi mən bunu göründüğü kimi bax beləncə bir peçeni hazırladım. Bunu üstünü biraz örtəcəm, kəmri özünü tutsun. Bu arada da ona kimi o biri kündələrimi tutacağım.
Məndə 4 dənəsi o patmusa sığmadı. Gördüğünüz kimi değerli dostlar, dincəlməyə qoymuşam. Bir 5 dəqiqə 10 dəqiqə dincəlsin. Sonra ötürəcəm txofya. Txofkada pişəcək. Xəmirin normasını eyni ilə düz kəsəndə, tən ortadan kəsəndə eyni kündə sayı çıxır. Eyni kündə sayı çıxır. Bu arada 5 dəqiqə keçdi. Mən txofkama götürürəm. Çox 180 dərəcə qızdırılmış txofkama götürürəm. Beş 10 dəqiqə hazır olacaq. Sağ olun, sağlıqla qalın. İzlədiyiniz üçün təşəkkür edirəm. Var olasınız. Yorum yazmağı, abunə olmağı, takip eləməyi unutmayın. Hər birinizdən bir yorum, bir abunə, bir də takip edin. Bəyənin. Sizin dəstəyinizə ehtiyacım var. Sağ olun, gecəniz xeyrə qalsın. Hər zaman yeni videolarla.